kafir deyə bu. Təəccüb edirəm bugün özünə müsəlman deyənlərdən. Özünə müsəlman deyənlərdən bugün müsəlman bacı qardaşlarını öldürürlər. Körpə uşaqları tikə-tikə doğrayırlar, qətliam eləyirlər. Əbu Ləhəb qədər qeyrətləri yoxdur. O Əbu Ləhəbə lənət göndərib. Onu pisləsə qiyamət günü Əbu Ləhəb onun yaxasından yapışacaq ki, utan yerə girsən məndən də alacaqsan. Mən səndən qeyrətliyəm. Çünki o doğma qardaşım oğlunu evə girib öldürməyə iştirak eləyəndə uşaqları, qadınları düşünmüşük. Siz isə özünüz müsəlman dediniz, namaz qıldınız, amma körpə uşaqları öldürəndə susdunuz. Peyğəmbər Həzrət Əleyhisselama xəbərdar elədi ki, Allah mənə əmr eləyib, mən tərk eləyəm. Bu gecə hücum çəkəcəklər, məni öldürmək istəyirlər. Bütün tayfalar Məkkə şəhərində birləşmişdilər. Hətta Peyğəmbərin əmisi, doğma əmisi, Qur'an-ı Kərimdə adına surə olan Əbu Ləhəb belə əlbir olmuşdu onlarla ki, hamı demişdi, hər nəsildən bir cavan seçilsin, əlinə qılınc verilsin. Hamısı Peyğəmbəri bir gecədə öldürsün, qoy Peyğəmbərin nəsli qalxanda intiqam almağa bütün tayfalarla üz-üzə qalsın. Kimdən intiqam alsın? Bütün tayfalarla üz-üzə qalma çətindir axı. Əbu Ləhəb Peyğəmbərin əmisi orada bir maraqlı addım atıb. Mən onu mütaliə elə özümə borc bildim bunu sizə deyəm. Deyir, hazırlaşırlar Peyğəmbərin evinə hücum eləməyə. Əbu Ləhəb dedi ki, yox, gözləyin. Bir dənə dəqiq bilək evdə qadın, uşaq var ya yox. Allahu Akbar. Əbu Ləhəb kafir, münafiq, düşmən, Peyğəmbərin əmisi, Qur'an-ı Kərimdə ayə, Allah Teala buyurur, təbbət yəda Əbi Ləhəbin və təb, əlləri qurusun, özü də, arvadı da, həyat yoldaşı da, malı, dövləti, hamısını Allah orada onu pisdir, nifrin edir. Əbu Ləhəb deyir, gözləyin, evdə arvadı uşaq olar, biz hücum çəkərik, kimsə xətər görər, kafir deyə bu. Təəccüb edirəm bugün özünə müsəlman deyənlərdən. Özünə müsəlman deyənlərdən bugün müsəlman bacı qardaşlarını öldürürlər. Körpə uşaqları tikə-tikə doğrayırlar, qətliam eləyirlər. Əbu Ləhəb qədər qeyrətləri yoxdur. O Əbu Ləhəbə lənət göndərib. Onu pisləsə qiyamət günü Əbu Ləhəb onun yaxasından yapışacaq ki, utan yerə girsən məndən də alacaqsan. Mən səndən qeyrətliyəm. Çünki o doğma qardaşım oğlunu evə girib öldürməyə iştirak eləyəndə uşaqları, qadınları düşünmüşük. Siz isə özünüz müsəlman dediniz, namaz qıldınız, amma körpə uşaqları öldürəndə susdunuz.